O maraqlıdır. Bir dənə ustadım dərsdə yaxşı bir şey danışdı. Dedi, Kərbəlaya gedirdi. Yanımda da tələbələr, ustad deyir, yanımda da tələbələrdən biri. Birdən tələbənin ağlına bir sual gəldi, soruşdu. Dedi ki, ustad səndən bir şey soruşmaq istəyirəm. Dedim ki, soruş. Dərsdə danışıb bunu bizə. Dedim, soruş. Dedi ki, bax gedirik də Kərbəlaya. O ərbəyində ayağla piyada. Deyir, gedirik də Kərbəlaya. Getdik, çatdıq, Kərbəlaya çatdıq, İmam Hüseyni ziyarət elədik, orada dualar oxuduq filan. Sonra məsələn, biz bilirik ki, bununla Allaha yaxınlaşırıq, hədəf odur. Sonra nədir? O ərəblərdə thumma mazı. Sonra nə olacaq? Nədir sonra nə? Ustad deyir, baxdım belə, gülümsədim. Dedim ki, sonra heç nə. Bu cavabı eşitmək istəyirlər də çoxları. Sonra nə? Sonra heç nədir. Daha heç nə. Niyə görə heç nəyə görə? Amma bu heç nə o heç nədən deyil. Ustad dedi ki, Allaha çatandan sonra Allahdan başqa hər şey heç nədir. Yəni Allaha çatandan sonra nə? Sən Allaha çatandan sonra Allahdan başqa hər şey heç nədir. Hər şey heç nədir. O heç nədən danışır. Yəni Allaha çatdın, qutardı da. Yəni bütün insanın hədəfi var olmaqda Allaha çatmaqdır. Allaha çatdın, sonrası yoxdur axı bunun. Elə Allaha çatmaqdır məsələ. Sonra Allahdan sonra yoxdur ümumiyyətlə. Allahdan başqa yoxdur ümumiyyətlə. Ona görə Allahdan sonra heç nədir. Və biz burada da kamala çatmaq üçün Allah Taala hər şeyi bizi hər şeydən küstürür. Bu yaxşı mənadadır. Yəni bu aşiqin başqalarından küsməyidir. Aşiqin darıxmağıdır.